sizə Nazirlər Kabinetinin 71 nömrəli qərarında ikinci bəndində avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys-qabağı yoxlanılmasının təşkili, ümumi prinsiplər və üsulları. 2.1-də yazılıb ki, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys-qabağı yoxlanılmasının əsas məqsədi onların reys-qabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələbinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Okay? Əla. Yəni ki, bu nöqteyi nəzərdən avtomobili yoxlayırlar. Əla. 2.2-də deyilir, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar, onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys-qabağı yoxlanılmasını təmin etməlidirlər. Etməlidirlər təmin. 2.3-də göstərilir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys-qabağı yoxlanılması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Həmən servisdə onlardan belə deyək də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfindən təyin edilir. Aynaya nə dəxli? 2.4 deməli, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys-qabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və mülki hüquqi müqavilələr əsasında həyata keçirilir. Əla müqavilə bağlanılıb. Müqavilə bağlanılıb deyil, xidməti göstərmişsiniz. 2.5 avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys-qabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarə etmə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəzləri və şüşə yanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər unsurları yoxlanılır. Siz onu onlayn formada necə yoxlayırsınız? Sürücü harda bilsin ki, sizin harda servisiniz təşkil olunur və yaxud yox. 42.076 dənə Bakı üzrə buraxılış kartı olan avtomobilin texniki yoxlanışını siz praktik olaraq çatdırmağınız mümkün deyil. Onlayn elə şəklində vizual baxırsınız və salam. Sonra 2.6 avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys-qabağı yoxlanılması zamanı aşağıdakı prinsiplərə riayət olunmalıdır. 2.6.1 Yoxlanmanın avtonəqliyyat vasitəsinin hər hansı bir hissəsini sökmədən və ya çıxarmadan texniki ölçmə vasitələrindən istifadə etməklə əsasən vizual şəkildə ixtisaslı mütəxəssis tərəfindən aparılmasına 2.6.1-də qeyd olunur. Yoxlanmanın qaydasını deyir. 2.6.2 İstifadə olunan texniki ölçmə vasitələrinin istifadəyə yararlı və müəyyən edilmiş standartlara uyğun olmasına fikir verdiniz nə deyir? Uyğun olmalıdır ölçmə cihazları da. 2.7 Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys-qabağı yoxlanılmasının nəticələrinin qeydiyyat forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən avtonəqliyyat vasitələrinin reys-qabağı müayinə jurnalında aparılır. Qeydiyyat jurnalda aparılmalıdır. 2.8 Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys-qabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərində müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Hansı arayışı verirsiniz sürücüyə? Həmən Qrant servisə deyirəm. Qrant servisi bununla təlimatlandırılan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə deyirlər. Sonra 2.9 Arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verilir. 2.10 Texniki vəziyyətinin reys-qabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. Arayışı olmadan yəni ki, daşımaya buraxılmalı deyil. Siz bunu eləmirsiniz. Amma onun qarşılığında sürücüdən göstərmədiyiniz xidmətə görə ödəniş tələb edirsiniz. Qrant servis və yaxud təlimatları verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi. Təlimatları siz verirsiniz, sizə də məlumatı onlar ötürür. Nəyin əsasında göstərilməyən xidmətə görə siz sürücüdən ödəniş tələb edirsiniz?